Diqqət, təcili xəbər. Hazırlanın dəyərli böyüşlərimiz. Qışda donmaq təhlükəsi ilə üz-üzəyik. Qaz limitləri ləğv edilir. Hörmətli qocaman ağsaqqallarımız, əziz ağbilçəklərimiz. Bugün sizə danışacağım mövzu hər birimizin, xüsusilə də ömrünü bu vətənə həsr etmiş, əlini hər daşa vurmuş, zəhməti ilə evini, ailəsini yaşatmış hər bir insanın qəlbinə dağ çəkəcək, qəlbini sızladacaq. Amma susmaq olmaz, susmaq cinayətdir. Mən pensiya hüququ üzrə ixtisaslaşmış bir hüquqşünas kimi illərdir gördüyüm haqsızlıqlara, vətənimizə ömrünü fəda etmiş insanların yaşadığı çətinliklərə biganə qala bilmirəm. Hər gün DSMF-in qapısında, icra hakimiyyətində, bələdiyyələrdə üz-üzə gəldiyim gözyaşlı qadınlar, beli bükülmüş kişilər, həyatım boyu dövlətə xidmət etdim, indi məni kim qoruyacaq deyən səslər qulağımdan getmir. Və bu gün aldığımız xəbər bu ağrıları, bu narahatlıqları daha da qabartdı, daha da dərinləşdirdi. Təsəvvür edin ki, illər boyu ölkəmizin hər bir küncündə, hər bir sahəsində çalışdınız. Kənd təsərrüfatında tər tökdünüz, neft buruqlarında can qoydunuz, zavodlarda, fabriklərdə gecə-gündüz dayandınız. Müəllim oldunuz, minlərlə şagird yetişdirdiniz, həkim oldunuz, saysız hesabsız xəstəni sağaltdınız. Bəlkə də yol çəkən, körpü salan, bu yurdun daşını daşıyan fəhləydiniz. Bəlkə də Bakıda, Gəncədə, Şəkidə, Lənkəranda qohum əqrabanıza çörək yapardınız, onları dolandırdınız. Bütün həyatımızı bu dövlətə xidmətə, balalarınızın gələcəyinə həsr etdiniz. Hər birimiz bilirik ki, Sovet dövründə də, müstəqillik illərində də bu vətənin çiçəklənməsi üçün əlinizdən gələnin ən yaxşısını etdiniz. Hər ay maaşınızdan, qəpik-qəpik toplanan əmək haqqınızdan Dövlət Sosial Müdafiə Fonduna müəyyən bir hissə ayrılırdı. Bu, sizin gələcəyə təminatınız idi. Yaşlı çağlarınızda rahat nəfəs almağınız üçün bir sığorta idi. Amma indi sizə deyirlər ki, illər boyu çəkdiyiniz əziyyətin, tökdüyünüz tərin müqabilində evinizdə isinə bilməyəcəksiniz. Sizdən soruşuram, dəyərli izləyicilərim, sizin neçə il iş stajınız var? Bugün gəlib çatdığınız bu yaşda neçə il bu vətənə xidmət etmişsiniz? Həyatınız boyu necə çətinliklərlə özləşmişsiniz? Nə qədər qəpik-qəpik toplayıb bu günə gəlib çatdınız ki, indi sizə bu cür münasibət göstərsinlər? Mən bilirəm ki, hər birinizin danışacaq bir tarixi, paylaşacaq bir təcrübəsi var. Bu videonun rəy bölməsində öz həyat hekayələrinizi, iş stajınızı, indiki pensiyanızla necə dolandığınızı bizimlə bölüşməyinizi xahiş edirəm. Qoy hamı görsün, kimlərdir bu vətənin əsl sahibləri, kimlərdir onun çiçəklənməsi üçün zəhmət çəkənlər. Bu bizim ilk və ən vacib addımımızdır. Bugün aldığımız dəhşətli xəbər budur. Tarif Şurasının kulislərində əhalinin qaz istehlakı limitlərinin tamamilə yenidən nəzərdən keçirilməsi fəal şəkildə müzakirə olunur. Əgər əvvəllər siz qənaət edib güzəşli kubmetrlərə sığışırdınızsa, yeni 88 nömrəli qərar layihəsinə əsasən ayın ilk günündən etibarən hər kub üçün 24 qəpik ödəməli olacaqsınız. Sizin 300 manat pensiyanız nəvələriniz üçün evi isitməyə sadəcə yetməyəcək. Bu sözlər, dəyərli izləyicilərim, nə qədər acı və ürək dağlayıcıdır. Hər kəsin, xüsusilə də qışı xüsusilə çətin keçən rayonlarda, kəndlərdə yaşayan nənələrimizin, babalarımızın yeganə istiliyi evlərinin isti olmasıdır. Bəlkə də Bakıda, Rusiyada, Türkiyədə işləyən övladlarınız var. Onlar uzaqlarda sizin rahatlığınız üçün çalışırlar. Siz isə kənddə, rayonda, o boş evlərdə pək başına qalmışsınız. Hər axşam övladlarınızdan, nəvələrinizdən telefon zəngi gözləyirsiniz. Onların səsləri ilə təsəlli tapırsınız. Və indi bu soyuq xəbər gəlir ki, evinizin istiliyini belə təmin edə bilməyəcəksiniz. Bu necə bir ədalətsizlikdir? Bu necə bir münasibətdir? Bütün bu xəbərlərin fonunda bu videonu izləyənlərdən xahiş edirəm ki, kanalımıza abunə olun. Çünki bu cür vacib məlumatları, pensiyaçılarımızın hüquqlarını, dövlətdən ala biləcəyiniz dəstəkləri, qanunvericilikdəki ən son dəyişiklikləri sizə çatdırmağa davam edəcəyik. Hər bir abunə, hər bir bəyəni bizim səsimizi daha geniş kütləyə çatdırır və bizim mübarizəmizə güc qatır. Abunə olmaqla bu mübarizənin bir hissəsi olursunuz və təkcə özünüzün deyil, qohum əqrabanızın, qonşularınızın da hüquqlarının müdafiəsinə dəstək vermiş olursunuz. Unutmayın, məlumatlı olmaq, hüquqlarınızı bilmək ən böyük silahınızdır. Əvvəllər necə idi? Bir neçə il öncə qaz istehlakı üçün müəyyən limitlər tətbiq olunurdu. Məsələn, müəyyən bir kubmetrə qədər qaz, deyək ki, il ərzində 1700 kubmetrə qədər, daha güzəşli qiymətlə, hər kubmetr üçün 10 qəpik, 12 qəpik civarındaydı. Bu adətən bir pensiyaçının, hətta nisbətən böyük bir ailənin belə evi qızdırmaq, yemək bişirmək, isti su təminatı üçün kifayət edirdi.
İnsanlar qənaət edirdilər, bəzən üşüyürdülər ki, o limiti keçməsinlər, əlavə xərcə düşməsinlər. Amma ən azından bilirdilər ki, müəyyən bir həddə qədər dövlət onlara güzəşt edir, onları unutmur. Bu limitlər pensiyasılar üçün, az təminatlı ailələr üçün bir növ sosial müdafiə idi. Bu sistem pensiyasılarımızın 300 manat, 250 manat, bəzən 150 manat pensiya ilə bu qiymətləri ödəməsinə imkan verirdi. Onlar bilirdilər ki, limiti keçməzlərsə, pensiyalarının böyük hissəsi qaz puluna getməyəcək. Qalan pulu ilə dərman alacaqlar, ərzaq təminat edəcəklər. Bəs indi nə olur? Yeni qərar layihəsi 88 nömrəli layihə bu sosial müdafiə mexanizmini tamamilə ləğv edir. Artıq ayın ilk kubmetrindən etibarən hər kubmetr üçün 24 qəpik ödəməli olacaqsınız. Bu nə deməkdir? Bu o deməkdir ki, əgər siz orta hesabla bir qış ayında 400-500 kubmetr qaz sərf edirsinizsə, ki bu qocaman bir ailənin orta ölçülü bir evini normal istiliklə təmin etmək üçün minimal göstəricidir, indiki qiymətlərlə 100 manat civarında pul ödəməli olacaqsınız. 300 manat pensiya alan bir insan üçün 100 manat qaz pulu nə deməkdir? Bu, pensiyasının 1/3-dən daha çoxu deməkdir. Bəs dərmanlar, bəs ərzaq, bəs elektrik, su, zibil pulu, bəs nəvələrinizə bayramlarda ala biləcəyiniz kiçik hədiyyələr, bəs uzaqda olan övladlarınızın evinə göndərəcəyiniz kənd məhsulları. Hamısı yoxa çıxır. Bu cür qərar əslində dövlətin pensiyasılara verdiyi dəyərin bariz nümunəsidir. Onlar sizə deyirlər ki, siz artıq lazımsızsınız, özünüzü dolandırmağın yolunu tapın. Sanki bu insanlar bu dövləti qurmayıblar, sanki bu torpaqlara canları ilə bağlı deyirlər. Bizim cəmiyyətimizdə ağsaqqalın, ağbirçəyin sözü yerə düşməzdi. Onlar ailənin sütunu, cəmiyyətin bilik və təcrübə mənbəyidirlər. İndi isə o ağsaqqallar, o ağbirçəklər təqaüd yaşlarında belə əsas ehtiyaclarını ödəmək üçün mübarizə aparmağa məcburdurlar. Kimlərdir bu vəziyyətdə ən böyük risk altında olanlar? Minimal pensiya alanlar, 250 manat, 300 manat pensiya alan tək yaşayan yaşlılar. Onların hər manatı hesablıdır. Kəndlərdə, rayonlarda yaşayan, övladları uzaqda olan nənə-babalarımız ən böyük risk qrupundadır. Onların evi köhnə ola bilər, istilik sistemi müasir standartlara cavab verməyə bilər. Bu da daha çox qaz istehlakına səbəb olur. Xroniki xəstəlikləri olan pensiyasılar. Onların hər ay dərmanlara 100 manatdan çox pulu gedir. İstilik tələbatları daha yüksəkdir, çünki soyuq onlara pis təsir edir. Kiçik uşaqlı nəvələrə baxan pensiyasılar. Bir çox ailədə valideynlər işlədiyi üçün nəvələrə nənə-baba baxır. Uşaqların olduğu ev isə isti olmalıdır. 300 manatla həm qaz pulu ödəmək, həm uşaqların ehtiyaclarını qarşılamaq, həm də özlərini dolandırmaq qeyri-mümkündür. Bəs kimlərə yüksəliş gözlənilir? Ümumiyyətlə, pensiya sistemində bəzi dəyişikliklər aparılsa da, bu dəyişikliklər əsasən əmək stajı və pensiya kapitalı yüksək olan, yaxud yüksək vəzifələrdə çalışmış şəxslərə aid olur. Məsələn, uzun illər məsul vəzifələrdə işləmiş, yüksək əmək haqqı almış şəxslərin pensiyalarında müəyyən artımlar müşahidə olunur. Lakin adi bir müəllim, bir fəhlə, bir tibb bacısı, bir kənd təsərrüfatı işçisi, yəni ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən insanlar üçün bu cür artımlar ya simvolik olur, ya da ümumiyyətlə heç nəyi dəyişmir. Bir sözlə, dövlət sistemində yüksək mövqe tutmuş şəxslər, yüksək əmək haqqı almışlar üçün pensiya artımları ad altında müəyyən güzəştlər verilsə də, əslində bu dövlətin yükünü çəkmiş, ömrünü adi zəhmətlə keçirmiş əksər pensiyasılar üçün vəziyyət dəyişmir. Əksinə daha da ağırlaşır. Mənə tez-tez müraciət edən yaşlı insanlardan biri Xəzər rayonunda yaşayan 73 yaşlı Səkinə nənədir. Həyat yoldaşını illər əvvəl itirib. 2 övladı var. Biri Rusiyada işləyir, digəri isə Bakıda kirayədə qalır. Özü də 2 uşaqla çətinliklə dolanır. Səkinə nənə bütün ömrü boyu Bakı tikiş fabrikində işləyib. 42 il əmək stajı var. Pensiyası 280 manatdır. Hər ay dərmanlara təxminən 70-80 manat pulu gedir. Üst otaqlı köhnə bir evdə yaşayır. Qışda evi o qədər soyuq olur ki, divarlarından buz damcıları düşür. Əvvəllər hər ay orta hesabla 250 kubmetr qaz sərf edirdi. Bu da ona 25 manata başa gəlirdi. İndi isə bu 60 manat olacaq. Səkinə nənəyə deyirəm ki, nənə, bəs necə edəcəksən? Gözləri yaşla dolur. Deyir ki, balam, bilmirəm. Həyatım boyu dövlətə xidmət etdim. Bu qədər işlədim. İndi bu qışda donmalıyam. Necə yuxum gələcək ki, nəvəm gələndə soyuqda otursun? Bu cür hallar təəssüf ki, tək Səkinə nənənin problemi deyil. Minlərlə Azərbaycanlı yaşlının həyatının acı bir reallığıdır. Onlar qürurlu insanlardır. Övladlarına yüklənmək istəmirlər. Amma başqa çıxış yolları da yoxdur.
Bir başqa misal. Quba rayonunun Ucqar dağ kəndlərinin birində yaşayan 80 yaşlı Nəcəf baba. Bütün ömrünü heyvandarlıqda və kənd təsərrüfatında keçirib. 55 ildən artıq əmək stajı var. Pensiyası 250 manatdır. Həyat yoldaşı uzun illərdir yataq xəstəsidir, ona baxır. Evləri taxta evdir, qaz xətti çəkilsə də istilik sistemləri Sovet dövründən qalıb. Qışda hər ay 500 kubmetrdən az qaz işlətmir. Bu günə qədər 50 manat ödədiyi qaz pulu indi 120 manat olacaq. 250 manat pensiya alan Nəcəf baba üçün 120 manat qaz pulu ödəmək nə deməkdir? Siz bunu təsəvvür edirsinizmi? Bu demək olar ki, pensiyasının yarısıdır. Nəcəf baba nə yeyəcək, nə geyinəcək, həyat yoldaşına necə dərman alacaq? O ağsaqqal, o qocaman insan, bu ölkənin bir parçası deyilmi? Onun illər boyu tökdüyü zəhmət bu qiymətədirmi? Bu sadəcə rəqəmlər deyil, dəyərli izləyicilərim. Bu insanların taleyidir. Yaşanmış həyatların ədalətsizlik qarşısında əyilməsidir. Düşünürəm ki, hər birimiz bu cür ağsaqqallarımızdan, ağbirçəklərimizdən dərs götürməliyik. Onların ömrü bir tarixdir, bir təcrübədir. Bizim bu günü görməyimiz onların zəhmət sayəsindədir. Və indi bu zəhmətə qarşı belə bir münasibət, bu hansı məntiqə, hansı əxlaqa sığır? Dövlət əslində özünü qocaman insanların olan münasibəti ilə göstərir. Əgər bir dövlət öz yaşlılarını qoruyub saxlaya bilmirsə, onlara layiqli qocalıq təmin edə bilmirsə, bu onun gücsüzlüyü və laqeydliyidir. Onların əli ilə tikilmiş körpülər üzərindən keçərək, onların əli ilə salınmış yollarla gedərək, onların bünövrəsini qoyduğu məktəblərdə oxuyaraq, indi onlara soyuq və qaranlıq evlər vəd etmək nə dərəcədə ədalətlidir? Mənim bütün bu söylədiklərimə rəy bildirməyinizi xahiş edirəm. Siz də öz yaşadığınız çətinlikləri, qarşılaşdığınız ədalətsizlikləri bizimlə bölüşün. Bəlkə sizin də Səkinə nənə kimi, Nəcəf baba kimi tanışlarınız, qohum-əqrabanız var. Onların adından da danışın, onların səsi olun. Çünki birlikdə olduğumuz zaman güclüyük. Hər bir rəy bizim üçün dəyərlidir. Hər bir rəy problemi daha geniş şəkildə anlamağımıza kömək edir. Unutmayın ki, sizin səsiniz eşidilməlidir, sizin tələbləriniz nəzərə alınmalıdır. Bəs bu vəziyyətdən necə çıxaq? Bu acınacaqlı vəziyyətdə nə etməli? Hüquqşünas olaraq sizə bəzi vacib tövsiyələr vermək istəyirəm. Birincisi, hüquqlarınızı öyrənin. Dövlət Sosial Müdafiə Fondu, DSMF tərəfindən pensiya təyinatı, hesablanması və digər sosial ödənişlər barədə qanunvericiliyi bilməlisiniz. Çox vaxt insanların pensiyaları yanlış hesablanır və ya onlara düşən müavinətlər verilmir. Buna görə də pensiyanızın düzgün hesablandığından əmin olmaq üçün DSMF rəsmi sorğu göndərin. Qanunvericiliyə görə sizin əmək stajınız, aldığınız əmək haqqı nəzərə alınaraq pensiya kapitalınız formalaşır. Əgər siz hesab edirsiniz ki, pensiyanız azdır, mütləq şəkildə DSMF yazılı şəkildə müraciət edin və pensiya hesablanması barədə ətraflı məlumat tələb edin. Məktubunuzun surətini özünüzdə saxlayın və müraciətinizin qeydə alınmasını təmin edin. 15 iş günü ərzində sizə cavab verilməlidir. Əgər cavab sizi qane etmirsə, məhkəməyə müraciət etmək hüququnuz var. İkincisi, şikayət instansiyalarını bilin və onlara müraciət edin. Tarif Şurasına müraciət. Qaz qiymətlərinin və limitlərinin dəyişdirilməsi məsələsi bilavasitə Tarif Şurasının səlahiyyətindədir. Hər bir pensiyaçı, hər bir vətəndaş bu qərar layihəsinə etirazını yazılı şəkildə Tarif Şurasına ünvanlaya bilər. Müraciətinizdə pensiyanızın məbləğini, qaz xərcinin ailə büdcənizə necə təsir edəcəyini, bu qiymətlərlə necə dolanacağınızı ətraflı şəkildə qeyd edin. Nə qədər çox müraciət olarsa, səsimiz o qədər güclü olar. İcra hakimiyyətinə və bələdiyyələrə müraciət. Yerli icra hakimiyyəti orqanları və bələdiyyələr əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən səlahiyyətlərə malikdirlər. Onlardan pensiyaçılar üçün sosial dəstək proqramlarının, güzəştlərin tətbiq olunmasını tələb edin. Bəlkə onlar qaz pullarının ödənilməsinə köməklik edə bilməsələr də, qışda evlərin izolyasiyası, köhnə pəncərələrin dəyişdirilməsi kimi məsələlərdə sizə dəstək ola bilərlər. Xüsusilə kənd və rayonlarda yaşayan pensiyaçılar üçün bələdiyyələrin rolu çox vacibdir. Torpaq məsələlərində, kiçik təsərrüfatların inkişafında bələdiyyələr vasitəsilə dəstək almaq mümkündür. Ombudsmana müraciət. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə, ombudsmana müraciət etməklə də hüquqlarınızın müdafiəsini tələb edə bilərsiniz. Ombudsman qurumu sizin məsələn qaz pulunun artırılması ilə insan hüquqlarınızın, xüsusilə yaşayış hüququnun pozulması faktını araşdıra bilər. Üçüncüsü, enerjiyə qənaət yollarını axtarın.
Bilirəm ki, bu çətin vəziyyətdə təsəlli deyil, amma real vəziyyətə uyğunlaşmaq da vacibdir. Evinizdəki pəncərələri, qapıları izolyasiya edin. Bu, qaz sərfiyyatını bir qədər də olsa azalda bilər. Bəzi yerlərdə, məsələn, elektrik enerjisi ilə işləyən az sərfiyyatlı istilik sistemlərini araşdırmaq olar. Lakin bu, pensiyasılar üçün əlavə xərc deməkdir ki, bu da qəbul edilməzdir. Ona görə də biz əsasən dövlətdən gözləməliyik. Lakin bu mübarizədə hər kiçik addım vacibdir. Dördüncüsü, həmrəylik və birgə mübarizə. Mən bu videonun rəy bölməsində gördüyüm bütün şikayətləri, bütün hekayələri toplayıb, qanunvericilik çərçivəsində sizə dəstək olmaq üçün istifadə edəcəm. Bir hüquqşünas kimi mənim məqsədim sizə bu çətinliklərdən çıxmaq üçün qanuni yolları göstərməkdir. Bir-birimizə dəstək olmalı, bir-birimizə kömək etməliyik. Qohum əqrabanıza, qonşularınıza bu videonu izləməyi tövsiyə edin. Onların da məlumatlı olmasını təmin edin. Birlikdə hərəkət etsək, səsimiz daha uzaqlara gedər, daha güclü eşidilər. Unutmayın ki, sizin haqqınızdır ki, qocaman yaşınızda rahat, isti və firavan yaşayasınız. Siz bu dövləti qurmusunuz, siz bu cəmiyyəti formalaşdırmısınız. Sizin zəhmətiniz unudulmamalıdır, sizin tələbləriniz eşidilməlidir. Bugün sizin qaz pulunuzla bağlı yaşanan problem sabah başqa bir sosial məsələ olaraq qarşımıza çıxa bilər. Əgər indi susaq, gələcəkdə daha böyük problemlərlə üzləşəcəyik. Axı mən bu videonun əvvəlində nə dedim? Dedim ki, 300 manat pensiyanız nəvələriniz üçün evi istməyə sadəcə yetməyəcək. Bəs indi soruşuram sizdən dəyərli ağsaqqallarımız, əziz ağbirçəklərimiz. Bu qışda balalarınızı, nəvələrinizi necə qoruyacaqsınız? Onları soyuqdan necə qoruyacaqsınız? Üşüyəcəksiniz, yoxsa mübarizə aparacaqsınız? Cavablarınızı rəy bölməsində gözləyirəm. Bir yerdə mübarizə aparaq.